Esselamu aleykum və rəhmətullahi və barakatuh. İmam İbn Qayyim rahimehullah Tariqul Hicrəteyn kitabında, möhtəşəm kitabdır. Orada səbrin 3 qismini qeyd edir. Səbir 3 qism olur. Görün nədir? Buyurur ki, İmmə sabrun anil məsiyə. Birincisi, günahlara səbr etmək. Yəni, sən günah etmirsən, işlətmirsən və bunun üzərində səbr edirsən. Nəfsini qoruyub saxlayırsan, Allaha asi olmayasan, günaha düşməməyə görə səbr etmək. İkincisi, İmmə sabrun alə ta'a. Allaha itaat edirsən, onun əmrlərini yerinə yetirirsən və bunun üzərində səbirlisən, davamiyyətlisən, buna səbr edirsən. Çox insanlar namaz qılır, amma səbr edə bilmir, yarımçıq qoyur. Çox insanlar oruç tutur, amma səbr edə bilmir, yarımçıq qoyur və belə itaətə səbr etmək. Üçüncüsü, İmmə sabrun alə bəliyyə. Allahın göndərdiyi müsibətlərə, bəlalara, imtihanlara, Allahın təqdir etdiyi şeylərə səbr etmək. Bu necə olur? Rəbbinə şikayət etmirsən, deyinmirsən, səbr edirsən. Başına hər nə gəldisə, müsibət, bəlalar və s. səbr edirsən. Bu bəlanın, bu səbrin üçüncü növüdür. Biri soruşa bilər ki, Rəşad qardaş, bu növlərdən ən üstünü hansıdır? Cavab budur ki, ən birinci üstün səbir əmrlərə səbr etməkdir. İkinci asiliklərə səbr etmək. Üçüncüsü bəlalara, müsibətlərə səbr etməkdir. Allah subhanahu və teala hər birimizi səbr edən qullarından etsin.